Qoy Anar gəlsin. Qoy çıxsın o. Mən məsələni bir də Anarla danışacağım. Görüm onun arvadı nə ixtiyarı var. Mənim uşağıma şillə vurur. Görüm nə tədbir görəcək sevimli arvadına qarşı. Qoy çıxsın. Leyla. Gel geç. Gözləmirdin. Bağışla elə bildim. Aysel'le sevildi ona göre səbiyə. Geç gel. Çay süzüm sana. Süz. Dedin Sevil'le Aysel gelmişti. Onları cehenneme geçsinler öyle. İç. Çok sağ ol. Niye gelmiştiler? Aysel Murad'a şillə vurub, Leyla. Sonra da uşaq qaçıb gəlib sizə. Sən niyə bunu mənə deməmsən? Nigar, mənim xəbərim yoxdur. Uşaq elə bir vəziyyətdə gəldi ki, gördüm nəsə narahatdır. Çox çalışdım, danışdırım, dindirim, nəsə soruşum, gördüm heç nə demək istəmir. Düşündüm, yəqin sənin üçün darıxır, ona görə o vəziyyətdədir. Həqiqətən bilmirəm. Heç olmasa qaçmağını deyərdin, Leyla. Sən elə bir vəziyyətdəydin ki, onu da deyib səni yükləmək istəmədim. Bilmirəm, yorulmuşam. Aysel gəlib məndən dava eləyir. Deyir, göy Sevdanı mən öldürmüşəm. Anar da mənə görə tutulub. Adamda həyasızlığa bax, Sən nə haqla gəlib məni ittiham eləyə bilərsən? Bunu başa düşdüm. Yaxşı, siz niyə vaxtında təcili yardımı polisə zəng eləməmsiniz, hə? Hə, Nigar? Leyla. Nədir? Üstəgəl də Anar polisə yalan ifadə verib. Niyə? Sən niyə vaxtında kömək eləməmsən Sevdaya? Həkimsən axı. Anar ne olur. Ne olur hekime zəng elə də belki nəsə eləyə bilər. Ben heç nə eləyə Nigar, heç bilmirəm. yana zəng eləmək lazım deyil. Nigar. Ne olur. Başa düşürüm səni. Hekime zəng elə qurban ol. Nigar, heç yana zəng eləmək lazım deyil. Nigar, mənə bax, görə biləm, Nigar. Heç yana zəng eləmək lazım deyil. Nigar, biraz sakit, başa düşürəm səni, Nigar. Amma biraz sakitləş, xahiş edirəm səndən. Mənə əvvəldən axıra kimi bax, dəqiqliyinə yadıma sal. Yadıma sala danış ki, görüm nə olub. Bax, evdə kameralar var. Kamera görüntülərinə baxaq, görək nə olub burada. Kameralara baxmaq lazımdır, Nigar. Baxaq, görək nə olub burada. Anar, kameralar işləmir. Kameralar işləmir, vaxtdan düzəltdirməmişəm onları. Sibil.
Sibel. Sibel. Nigar. Nigar bu qətl hadisəsi ola bilər, Nigar. Nigar. Qətl hadisəsi ola bilər. Yaxşı, qalx. Qalx. Baxma, ora baxma. Sevdaya baxma. Sevdaya baxma, mənə bax. Nigar, ora baxma. Mənə bax. Xahiş edirəm səndən, ora baxma. Ancaq mənə bax. Bax, mənə bax. Xahiş edirəm səndən. Xahiş edirəm, ancaq mənə bax. Anar təcil yardım çağıraq nə olar? Nigar. Təcil yardım çağıraq nə olar? Nə eləmək lazım deyil, Nigar. Nə təcili yardım, nə polis. Bax, mənə qulaq as. Nigar, bura təcili yardım gəlsə, polis gəlsə, birinci səndən şübhələnəcəklər, Nigar. Nigar. Məndən niyə Anar? Mən heç nə eləməmişəm axı. Məndən niyə? Nigar, sakitləş. Nigar, bilirəm ki, səndə bir şey yoxdur. Nigar, bunu mən bilirəm. Bax, kameralar da işləmir. Biz heç nəyi sübut eləyə bilməyəcəyik, Nigar. Hadisə sənin həyatında baş verib. Yox Anar, yox. Mənim günahım yoxdur. Mən gedirəm zəng Nigar, heç ara getməyəcəksən, otur burada. Nigar, mən bilirəm ki, sən günahsızsan. Amma yenə də deyirəm, birinci şübhəli sənsən. Mən imkan verə bilmərəm, Nigar, sən həbs eləsinlər. İmkan verə bilmərəm. Nigar. Nigar, gör nə deyirəm. Başa düşürəm. Başa düşürəm nə deməkdir. Amma Sevdan varsa gizlətməliyik. Nigar, Sevdan varsa gizlətməliyik, onu bırak, öyle olmaz. Nigar, xahiş edirəm, mənə qulaq as. Bax, Nigar, heç kimə sübut edə bilməyəcəyik ki, burada ancaq ikimiz olmuşuz. Sevda artıq keçinmişdi Leyla. Artıq heç kim ona kömək eləyə bilməzdi. Nəfəs yox idi. Nəbz yox idi. Sevda yox idi Leyla. Başa düşürsən. Həmin andan sonra heç kim heç nə eləyə bilməzdi. Bu mümkün değildi. Amma ən azından təcili yardıma zəng eləməliydin. Eləməliydin, Nigar. Bəlkə nəsə eləyə bilərdilər, bəlkə nəsə kömək eləyə bilərdilər. Nədən qorxdun? Ya da yox. Nədən qorxdunuz? Anar qorxmadı. O da özünü itirmişdi. Mən də özümü itirmişdim Leyla. İnan elə vəziyyətdəydi ki, bilmirdik nə edək. Başa düşürsən sən məni? Yaxşı. Bunları qoyaq bir qırağa. Anar niyə yalandan ifadə verib polisə, hə? Güya hadisə vaxtı burada olmayıb. Güya polis maşınları gələndən sonra gəlib çıxıb hadisə yerinə. Səbəb. Başa sal mənə bunu, Nigar. Niyə? Hə, niyə? Leyla. Sən nə demək istəyirsən? Mən nə demək istəyirəm? Bir,
niyə vaxtında təcili yardıma zəng eləməmisiz? 2. Niyə Anar yalan ifadə verib polisdə? Nədir? Sən məndən şübhələnirsən? Özün necəsən? Yaxşıyam. Pis deyiləm. İşlərin necədir, gözəlim? Lap yaxşı. Hə də, hər yerdə olduğu kimi. Qulaq as, sənə bir işim düşüb. Yenə. Qulluq sahibi olasın. Çox sağ ol. Sənə bir yazı göndərəcəm. O yazının redaktəsini, korrektəsini, da özü bilirsən də, qəşəng, gözəl göyçək bir yazı eləyirsən, paylaşırsan. Şəkildə göndərəcəm, saytda paylaşarsan, yaxşı? Yox, həmişə necə eləmişik elə də, yüksək səviyyədə. Kartını göndərərsən, yaxşı? İndi mən şəkillərdə göndərəcəm səni, yaxşı? Oldu, WhatsApp-a göndər. Oldu, hələlik, öpürəm. Yaxşı deyir. Qoy bir nəfəs alaq da, o saat kartı göndərir. Eyb yox, qoy bu dəfə bir 100 manat artıq göndərim. Belə. Göndərdim. Gəl. Salam ana. Sağ ol. Necəsən oğlum? Belədəm. Açsansa yemək hazırlatdırım sənə. Yox, ac deyiləm. Çay istəmirsən? Yox. Ana Sevda xanımın ölümü ilə bağlı nəsə bir xəbər var. Yox. Anarı da saxlayıblar. Anarı saxlayıblar. Anarı niyə? Nə bilim. Bilirəm ki, bəlkə nəyəsə yalan deyib, bəlkə nəyəsə düz deməyib. Var da bir səbəb. Bu ciddi məsələdir. Yəqin polislər nəyisə izinə düşüblər, nəsə bilirlər ki, onu saxlayıblar. Hər halda boş-boşuna saxlamayıblar. Əlbəttə. Nə bilim, mən ən çox Ayselin vəziyyəti narahat edir. Dəli kimidir qız. Bacara bilmirəm yox. İpə sapa yatmış. Daha gəlib heç. Yox. Nə bilim, o da bir cür dəlidir. Ay mən qatili tutacağım. Ay mən belə eləyəcəm, elə eləyəcəm. Qərar tutmur. O heç Ayselin vəziyyəti məni çox narahat edir. Kaş hiç qayıtmazdıq. O qədər yorulmuşam, o qədər bezmişəm. Necə xoşbəxt idi orada. Necə hər şey yaxşı idi. Gələndən hər şeyi düzəltmək istəyirəm, amma alınmır. Problem üstündən problem. Yorulmuşam.
Belə olmamalıydı. Biz səndən xoşbəxt olmalıydıq. Amma olmadı. Olmadı. Ayşül, bəsdir. Bəs özünü öldürdün. Ha. Uşaq değilsən ki. Hər şey yaxşı olacaq, darıxma. Nə vaxt? Bax, belə eləyirsən, uşaq da səni görər, qorxar. Üzündə rəng qalmır be. Nə qədər belə yaşamaq olar? Özünə gəl. Hər şey yaxşı olacaq. Anar da qayıdacaq. İstintaqdır da. İstintaqın müddəti var. O bitəndən sonra qayıdacaq evinə. Nə vaxt? Nə vaxt? Nə bu sabah biri gün? Özünə gəl. Sakit ol. Birdən buraxmasalar onu. Buraxacaqlar. Elə bilirəm həmişə orada qalacaqlar. Yox. Olsun, yaxşıdır. Yaxşı, sakit ol. Amma yorulmuşam. Ay, mən səndən də çox yorulmuşam. Sakit ol. Düzələcək, hər şey düzələcək. Necə ki, düzəlir. Möhkəm ol. Yaxşı? Mən gedərəm. Bu da günün sonu. Çox sağ ol Anar. Dəyməz, xoşdur. Çox gözəl gün keçirtdik. Ha, əla gün oldu, amma ev biraz tələsərək gəzdik. Saat neçədir ki, gecikməzsən? Yox, narahat olma, mən onsuz da tez hazırlaşıram. Problem yoxdur. Məncə narahat olmağa dəyməz. Çünki sən insanlara təbii halınla da yaxşı təsir eləyəcəksən. İndi sən bunu mənim həyəcanım azalsın deyə dedinsə, kömək elədin. Təşəkkür edirəm. Xoşdur. Əsərim, konferansdan sonra görüşə bilərik. Dostumun ad günündə olmalıyam. Bilirsən də. Aha, başa düşdüm. Demişdim sənə. Ev yox. Görək başımıza nə gəlir. Yaxşı. Görüşərik. Görüşək. Sağ ol. Hələlik. Ay Anar. Sən məni çox güldürürsən. Bunu içirəm sənə görə. Təşəkkür. Sən də mənə yeni nəfəs verdin. Bunu içək bizə. Bizim sağlığımıza.
Hə, Leyla? Cavab ver də. Məndən şübhələnirsən sən? Adamın ağlına 1000 dənə fikir gəlir. Leyla, Sən mənim yerimdə olsaydın nə düşünərdin? Ağlıma nə gələrdi, hə? Nə? nə olur olsun Leyla. Kim olur olsun. Nə olur olsun mən heç vaxt səndən şübhələnməzdim. Şübhələnməzdin? Hə? Şübhələnməzdin? Sevda ən son sənin evində olub. Sənin evindən çıxandan sonra sənin həyətində başına belə bir iş gəlib. Sən də çıxıb onu o vəziyyətdə görmüsən. Mən demirəm, məhz sənsən onu öldürən. Amma reallıq ortadadır ki, kimsə onun qatilidir və həmin qatil bu dəqiqə əli qolu sallı gəzir və polis o adamı tapa bilmir. Sevda ölməyib, başa düşürsən onu öldürüblər. Sən mənim yerimdə olsaydın neyniyərdin, nə fikirləşərdin? Leyla, mən sənə yenə də deyirəm. Biz Sevda ilə danışdıq, güldük, hər şey yaxşı idi. Hə. O buradan çıxanda mənə zəng gəldi. Aha. Dedi ki, sən narahat olma, sən zəngə cavab ver, mən Leyla gilə gedirəm. Mən də zəngə cavab verdim. Sonra birazdan çıxdım ki, vəziyyət belədir. İtirdim özümü. İtirdim nə deyək, dəli oldum Leyla. Dəli oldum, bəs niyə həmən... Sonra da Anar gəldi Leyla. Anar da özünü itirmişdi. Anar gəldi, zəng vurardı zat təcli yardıma. Deyirəm axı sənə, Anar da özünü itirmişdi. Leyla, axı biz gündə belə şeylə qarşılaşmırıq. Biraz da özünü mənim yerimə qoymağa çalış da. Qoymağa çalışıram, amma yenə də səni başa düşə bilmirəm. Mən bilmirəm daha sənə nə deyim. Elə bilirəm sən məni Sevdanın qətlində günahlandırırsan. Fikirləşməkdən dəli olacağam. Dəli olacağam mən fikirləşməkdən. Sevda. Sevda. Sevda.
Nigar. Sevda. Nigar ne olub Sevda'ya? Anar. Sevda deyəsən. Yıxılıb başı partlayıb. Nigar. Təcil yardıma zəng elə Nigar Anar. sakit ol. Nigar. Anar. Nigar sakitleş. Tez təcil yardıma zəng elə Anar. Nigar sakin ol. Nigar sakin ol. Özüne gel. Anar. Nigar sakitleş. Nigar. Sevda yıxılıb başı partlayıb. Nigar Anar. sakitleş. Nigar bir dakika sakin ol. Nigar sakit ol diyorum sana. Nigar sakin. Sakit. Nigar. Nigar sakin. Sakin ol. Sakin ol ben buradayım. Sen sakin ol. Sakin. Ben buradayım Nigar. Sakin ol. Yaxşı sakin. Sevda qan itirir Anar. Nigar Tez təcil yardıma zəng elə Heç Anar. ana zəng eləmək lazım deyil. Nigar sakin ol. Nigar, hayır. Nigar mənə bax. Nigar. Tamam mı? Baxa görə nə deyir? Nigar sakin ol. Sakin, sen sakin ol. Anar tez ol qan itirir Anar. Təcil yardıma zəng elə Anar. Anar ne oldu? Nigar Sevda ölür. Nigar Sevda ölür. Nigar sakin. Nigar Murat tanıştıracak. Murat tanıştıracak. Çok korkacak. Nigar sakin ol. Nigar xahiş edirəm. Sakitləş, mən də fikirləşməliyəm. Nigar, mən də fikirləşməliyəm. Sakit ol. Nigar sakit. Bana bak. Nigar, bak danışıyorum burada ne olub? Ne baş verib? Necə baş verib? Ne olub burada Nigar? Nigar danış mənə görüm ne olub burada? Bilmirəm, ben heç nə bilmirəm. Yaxşı, Nigar. Gelmişti bize, danıştı. Sakit. Danıştı. Dedi toy olacak, benim toyuna davet elədi Anar. Sonra çıktı. Sonra da ben çıktım dalayacağlar Sevda. Anar ne olur. Ne olur hekime zəng elə də belki ne söyleyebilir. Ben heç nə Nigar, heç eləyə ana sən gələmək lazım deyil. Nigar. Ne olur. Nigar, başa düşürüm səni. Hekime Nigar, zəng mənə- elə kurban ol. Nigar, heç ana sən gələmək lazım deyil. Nigar, mənə bax, görə biləm Nigar. Heç ana sən gələmək lazım deyil. Nigar, biraz sakitləş, başa düşürəm səni Nigar. Amma biraz sakitləş, xahiş edirəm səndən. Mənə əvvəldən axıra kimi bax, dəqiqliyinə yadıma sal. Yadıma sala danış, görüm nə olur. Bax, evdə kameralar var. Kamera görüntülərinə baxaq, görək nə olub burada. Kameralara baxmaq lazımdır Nigar. Baxaq, görək nə olub burada. Anar kameralar işləmir. Kameralar işləmir, o vaxtdan düzəltdirməmişəm onları. Sibel. Nigar, bu qətl hadisəsi ola bilər, Nigar. Qətl hadisəsi ola bilər. Yaxşı, qalx. Baxma, ora baxma. Sevdaya baxma. Sevdaya baxma, mənə bax. Nigar, ora baxma. Mənə bax. Xahiş edirəm səndən, ora baxma. Ancaq mənə bax. Bax mənə bax, xahiş edirəm səndən. Xahiş edirəm, ancaq mənə bax. Anar təcil yardım çağıraq nə olur. Nigar. Təcil yardım çağıraq nə olur. Necə eləmək lazım deyil Nigar. Nə təcili yardım, nə polis. Bax mənə qulaq as. Nigar, bura təcili yardım gəlsə, polis gəlsə, birinci səndən şübhələnəcəklər Nigar. Nigar.
Məndən niyə anar? Mən heç nə eləməmişəm axı. Məndən niyə? Nigar sakitləş. Nigar bilirəm ki sənlik bir şey yoxdur. Nigar bunu mən bilirəm. Bax kameralar da işləmir. Biz heç nəyi sübut eləyə bilməyəcəyik Nigar. Hadisə sənin həyatında baş verib. Yox anar, yox. Mənim günahım yoxdur. Mən gedirəm zəngin. Nigar heç yana getməyəcəksən, otur burada. Nigar mən bilirəm ki sən günahsızsan. Amma yenə də deyirəm. Birinci şübhəlisən sən. Mən imkan verə bilmərəm, Nigar səni həbs eləsinlər. İmkan verə bilmərəm. Nigar. Nigar, gör nə deyirəm. Başa düşürəm. Başa düşürəm nə deməkdir. Ama sevdan varsa gizletmeliyik. Nigar sevdan varsa gizletmeliyik. Onu bırak öyle olmaz. Nigar hayır yapma kullanmaz. Bak Nigar hiç kime sübut edebilmeyeceği ki buradan ancak ikimiz olmuşuz. Yox anar. Nigar. Yox polisə zəng elə nə Nigar. olur. Qoy gəlib araşdırsınlar anar. Nigar, mən imkan verə bilmərəm ki səni həbs eləsinlər. Anar mənim günahım yoxdur axı. Nigar. Mənim günahım yoxdur Nigar, axı. Nigar, bilirəm sənin günahın yoxdur. Nigar, bunu mən bilirəm. Mən bilirəm ki sən günahsızsan. Nigar, Murada fikirləş. Polisə zəng elə anar. Nigar, Murada fikirləş. Heç ona zəng eləməyəcəyik. Çətindir, başa düşürəm, amma qərar verməliyik. Nigar, gel gedeyim. Gel geçeyim. Ben bir şey fikirləşəcəm. Fikirləşib nəsə eləyəcəm, amma imkan bilməyəcəm ki sən həbs eləsinlər. Gel, gel, Nigar, gel geçeyim. Xahiş edirəm, gel. Gel, Nigar, gel. Gel. Gel Azam, gel. Anar. 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 Belki ölmeyeyim anar. Belki ölmeyeyim. Sevda ölür. Leyla, mən həmin gün baş verənləri indi dəqiq yadıma salmağa çalışdım. Aha. Mən çıxdım ki, Sevda yerdədir. Hə. Dərhal da anar gəldi. Dərhal. Mən deyim ki, Anarın niyə həmin gün, həmin vaxt gəldiyini mən də bilmirəm. Maraqlıdır. Sonra Sevdanı elə vəziyyətdə görüb sənə dedi ki, təcili yardıma zəng vurma. Düzdür?